LG markalı paltaryan müştərinin şikayət ödür ki, paltaryan yuyur, qurtarır, gedir, uzanır, televizor açır, 1-2 saat, 3 saat, sabah gəlir ki, nə olur, baxın. İçinə su yığılır, durduğu yerdə içinə su yığılır. Belə bir probleminiz varsa, paltaryanın su klapanı var, o xarab olub. O nədən xarab olur? Su çikli olur ondan, təzyiq olur ondan, lilli olur, qum gəlir, dolur arasında xarab olur. Dəyişilir, ondan sonra düzəlir. Belə bir paltaryanınıza su yığılıbsa əgər istəyirsən ki, onu çıxardasan, onda nə edirsən? Qapını bağladın, yandırdın. Baxın, burada siliv yoxdur, düzdür. Deyirsən, mən necə eləyim, siliv eləyim? Onun yolu var. Yandırandan sonra acımı 2 dəfə basırsan, sonra start verirsən. 1 dəqiqə. Su gedəcək, sonra işimizi görəcəyik. Bu, hər bir hal üçün keçərlidir. İçinə su dolub, suyunu boşaltmadığında belə istifadə edə bilərsin. Videoya heç olmasa bir dənə sağ oldan, çox sağ oldan yazın. Bu qədər sizi maarifləndirirəm, kömək edirəm. Bir dənə sağ olu çox görmüyorum. Heç olmasa bir sağ ol yazın. Videonu da qayda eləyin, saxlayın, dosta, tanışa göndərin. Əlinizdə bir dənə normalini ustavuz olsun, heç olmasa gələcəkdə deyəsən ki, xarab olsa tapa biləcəm, əlimdə var.